Təsəvvür edin ki, şirkətdə bir pozisiya var və siz uzun müddətdir ki, bu pozisiyaya adam axtarırsınız və tapa bilmirsiniz. Və həmin departamentdə olan, bu rəhbər pozisiyadır, həmin departamentdə olan şəxslərin yaş ortalaması 30-35 yaş arasıdır. Amma bu pozisiyaya çox yaxşı bir namizəd müraciət edib və onun yaşı daha azdır. Deyək ki, 23 yaşı var. Bu yaş ortalaması daha yüksək olan bir yerə, rəhbər pozisiyaya kiçik yaşlı hər hansısa bir namizədi götürərdinizmi? Əslində burada bir neçə faktor rol oynayır. Hansı sahədir, neçə nəfər əməkdaş olacaq təbəəçiliyində. Amma ümumi olaraq baxsaq, erkən yaşlardan çox yaxşı liderlik bacarığı olan insanlar var və bu halda əgər tələblərdən daha az yaşlı birini HR bəyənibsə, demək ki, artıq onun təcrübəsini deyil, daha çox potensialını bəyənib və burada onun yaşının az olması deyil də məsuliyyətinin az olmaması vacibdir.